Mənimlə həmçinin söhbətlərində axırıncı cümlələr elə olmalıdır ki, tamamlasın. Yəni o minivari nədir bu? Muncu necə düzürlər insan oyuna sep. Hamısı düzür ki, girişi, orta hissə, son hissə. Bir-birini tamamlayır. Ziddiyyət olmur. Məsələn, gah elə, gah belə baxsan ki, nə əlaqə, bu nə cümlədir, o nə yekun qərardır. Son olaraq söyləmək istənilən cümlələr, məsələn, son vaxtlardır, son cümlədə müəyyən şey demək istəyir, o nə deyir? Qısa. Maraq qoyulan şəkildə olmalıdır. Axırda müəyyən sözlər demək istəyir. O deyirlər ki, bir də sizə yaxşı mənada sir deyək, dərsə lazım olacaq. İntizarda qoymaq. Bu metodu var. Burada yazmayayım, adım mənsə deyirəm, qeydləyin. İntizarda qoymaq. Ya məsələn, elə cümlələr orada gəlir ki, tələbə, gəlin dərsdə hökm burada olsun. Ki, müəllim filan sözdüdür, gəlin bu deyəcəm, yadıma salım, filan məsələ var, o inşallah gəlin qeydlərdir, sağ olun, salamat getdi. Rəhbərəm, qoşa bu da cümlə dedi, aha, bu dəfə izah eləyəcək. Gəlin nəfərin dərsin və yaxud elə bir məlumat verir ki, yaxşı, hilə deməyim də, yaxşı, hilənin düzü yaxşı pis mənası var, götür yaxşı mənada. Yəni, tərəfin zehnin oyadır. Məsələn, oxusan Quran avazla, muğamla, 3 dəqiqə, 5 dəqiqə bəs. Ola bezdirmə cəmaatı. Mövzə edirsən, yarım saat cəmaat da getməzdir, çölə, işi gücü var, xəstəsi var, gələ yasa başlayırsan, molla Fatihə vermir. Abi 5 dəqiqə danışsın, 10 dəqiqə uzaq ver Fatihə, gedən geçsin də, hamı səhər kimi bura molla deyir ki, onun işi var, işləyir, getməlidir, uşağı var, xəstəsi var, xəstədir və s. Fir Fatihə davam elə də. Yəni, bəzən biz bezdirdik. Yəni, müəllimlə danışır axıra kimi, yox, yormayasan. Məclisdə də həməsini. Bizim inşallah dərsimiz olacaq, təbliğ dərsi, marifləndirmə, orada deyəcəm bəzən. Dərsini demişəm, bizə dərs var, təbliğ psixologiyası, orada demişəm 10 dərs, 9-10 da video olmalıydı. Burada həmisi elə cümlə axıra qeyd edir ki, gələn dərsin girişidir. Ki, sən gələsən bura. Son olaraq söyləmək istənilən cümlələr qısa. Maraq oyadan şəkildə, bax, maraq oyadan, yəni nə? İntizarda qoymaq. Çünki gəlmə qoşulsun bura. Yəni, elə əlaqə yaratma ki, səndən geçsin zəhləsi cəmaatın, səndən xoşu gəlməsin ki, çox danışır, bezdirir, dəxilsiz mövzular, bircə vaxt qutarsız dərsdən çıxardıq. Baxsan ki, məsələn, daha yox tələbə. Bəzən müəllimin səhvi olur. Mən həmişə, məsələn, tələbə qınamıram. Məscidin özündə, filan məsciddə cəmaat gəlmir. Filan məsələ gedirlər. Başı həm məscidin axundun paxallığını etməliyyə. Niyə gəlmirlər sən söhbət var? Bala, sən söhbətin marağı yoxdur. Dəxilsiz söhbətlərdir, şablon söhbətlərdir və 50 ilin söhbətlərdir. Yeni şey ortaya qoy. Sən tənqid edə bilərsən bədəni formada. Təhqir olmaz. Nə bilim, cəmaətsiz, beləsiz, arvadlarınız belə, kişiləriniz belə. Yox, bu səhvləri var, tənqid elə. Və maraqlı söhbətlər. Keçən indi danışırsansa, biraz yorucu olacaq. Deyirlər, yox, bu eyni söhbətlərdir. Yeni qeylər. Oraya çalışın ki, dərslərən, təbliğlərində elə eləyək ki, cəmaat bizdən bezməsinlər. Məsələn, əminəm ki, bu söhbətlərin sonra sizin öyrənmək və mütaliə üçün təlaşınız daha çox olacaq. Daha çox, yəni nə olacaq? Təlaş yəni ki, çalışmalı, səy göstərməli. Yəni, həvəsləndirici cümlələr deməli, müəllim, maşallah, əvvəlkindən yaxşısınız, dərsə qoşulursunuz, çox sağ olun, təşəkkür etsin tələbələrdən, vaxt ayırmısınız, işin gücünüz olduğu halda, həqiqi mənada ya, nəinki bunları əldə saxlasın, yox, həqiqətən cəmaat sən dərsə giriblər, canlıya, muziyə, harasa, vaxt ayırıblar da, təşəkkürlər. Girdi mağazaya, məsələn, bazı qızlar oğanda orada marketdə işləyirlər də, məsələn, salam, yorulmayasınız. Məsələn, burada haradadır, məsələn, çörək, deyir ki, filan yerdə. Yorulmayasınız, orada işləyən uşaqlar olur, qızlar oğanda. O nə qədər böyük sözdür ona. Məsələn, geçsən yoldan, məsələn, süpürgə sürürlər, xanımlar və bəylər. Ya, məsələn, maşın xarab olub, maşın itələməyə, köməyə lazımdır. Hər hansı bir şey, salam, sabah xeyir, yorulmayasınız, təbəssümlə. Kişi evə gəldi, qadını qəşəng qarşılasın. Və yaxud da kişi evə girdi, məsələn, xanımsa evin işini görür, uşaqlar, Allah kömək olsun, Allah sənə atı rəhmət eləsin, yorulmayasan, sən çox zəhmət çəkirsən. Sözcə desin bunu.
Sözün çox böyük təsiri var. Bir də belə veriliş var da çoxdan. Adı söz idi. Söz verilişi. Bilmirəm, harasa verirdilər, bizim televizdə verilən kanallarda. Deməli, orada danışır. Axır deyir ki, ümumiyyətlə bu söz nədir? Bu qədər təsiri var, neyi var? Hə, bu söz özü nədir? Qəşəng belə verilişi, mən o nə imkan baxıram əvvəllər. İndi bu da həmçinin də, məsələn, getdin mağazaya, məsələn, aldın, hə, hesablayır, məsələn, hə, filan qədər, təşəkkür edirəm, çox sağ ol, yorulmayasın. O nə qədər onlara xeyli təsir eləyir. Kənara baxan anlamır ki, ha, bu niyə elə ona sözüdür? O hatacaq qızdır, sən onun nə əlaqan var? İnsandır, sən mümkün oğlan olsun. Yəni, niyyətin sən bilmirsənsə, başqa da yozma. Sözün böyük həqiqətən təsiri var insanlarda.